Salamlar. Deməli, Şamaxı Məlhəm kəndində ev satılır. Şamaxı Məlhəm kəndində ev deyək, torpaq. Deməli, ümumi sahəsi 38 sənədlər üzrə 38 sot. Amma belə 40-a yaxın sot var belə ümumi. Deməli, giriş qapısı buradadır. Giriş qapısı gördüyünüz kimi girən kimi burada bir boş yer var. Bu evin özü də evin gördüyünüz kimi evdə yaxşı şəraitdədir. Yəni ki, bu evdə bir müddət yaşamaq olar. Məsələn, siz öz evinizi tikənə qədər ya da hansısa bir işlə məşğul olsunuz, yəni ki, bu evdə yaşamaq olar. Hal-hazırda evdə yaşayış var. Biraz ev yüngülvari defektləri var, amma yüngülvaridir. Deməli, evdə su, işıq, qaz, telefon, hər bir şey var. Deməli, gördüyünüz kimi bu giriş qapısıdır. Maşın salmaq üçün o birisi tərəfdən setka var. Açıb maşın salmaq olar həyətə. Deməli, həyətin ümumi sahəsi 38 sotdur. Meyvə ağacları 38 ya da 36 sənədlərin olmalıdır. Onu dəqiqləşdirmək lazımdır. Zəng edib onu dəqiqləşdirə bilərsiniz. Qiymətində zəng edib dəqiqləşdirə bilərsiniz. Deməli, gördüyünüz kimi burada meyvə ağacları hal-hazırda baxın, qozdur bu. Yəni ki, burada qoz 1, hardasa 1, 2, 4-5 dənə qoz ağacı var həyətdə. Bu alça ağacıdır. Gördüyünüz kimi alça ağacı. Bu da hansısa güldür. Gül yama ağacıdır. Bəs üstünə gül fason olur. Deməli, evi daha dediyim 2 otaqlı deməli, 3 otaqlı. 3 otaqlı evdir. Ev pis şəraitdə deyil, normal şəraitdədir ev. İçi yəni ki, tərtəmizdir. İçində problem yoxdur evin. Deməli, həyətə gedirik. Həyət gördüyünüz kimi iridir, genişdir, enlidir. Amma bayaq dedim, zabo çəpər, yəni ki, bu çəpəri açıb maşın salmaq olar həyətə. Burada həyətdə çoxlu kubiklər var. Yəni ki, buna hər bir şey bunu istifadə eləmək olar gələcəkdə. Hansısa bir xırda tikinti. Deməli, gördüyünüz kimi həyət indi yaşıllıqdır. Deməli, su krantları oradadır. Su krandı. Bu meyvə ağaclarına keçək. Bu deməli armuddur. Bu almadır. Bu balaca da almadır. Orada alçadır. O alçadır. Sonra bu armuddur. Deməli, bu xırda armuddur. Bu alçadır. Evin arxasında orada alma var. Və yuxarıda alma var, albalı var. Qoz var. Və yəni ki, meyvə ağaclarından boldur. Deməli, gördüyünüz kimi mən evdən nə uzaqlığında uzaq getmişəm. Şimdi buradan biraz çəkilsə giriş qapını görürsə hardadır. Və həmin qədər yuxarı yer var. Yuxarıya hal-hazırda yaşıllıqdır. Yuxarı keçmək olmur. Yəni ki, yaşıllıq çürüyəndə rahat keçmək olur. Bunu bir dəfə çoxdan təmizlənmir bu həyət. Yəni ki, bir dəfə təmizlənsə olacaq gözəl. Gördüyünüz kimi çox böyükdür. Burada 5-6 dənə daha çox mini futbol stadionu düzəltmək olar. Hələ böyük bir stadion düzəltmək olar. Yəni ki, burada hər bir şərait var. Kəndin mərkəzində yerləşir. Deməli, qeyd edeyim kimi Şamaxı rayon Məlhəm kəndində yerləşir.
Ev deməli 1970-ci ildə tikilib. Deməli, burada yaxınlaşaq, baxaq. Satışda ev nəzərə alınmır. Yəni ki, evə görə qiymət gəlmir. Dediyim kimi gəlmir. Ancaq torpaq hesablanır. Yəni ki, evi də alırsınız. Siz prosto ev hesablamırıq evi. Gördüyünüz kimi bu qonşunun evidir. Deməli, əlaqə nömrələri zəng eləmək üçün 055 278 92 57. Təkrar edirəm, bu şəxsən mənim nömrəmdir. 055 278 92 57. Və xaloğlumun da nömrəsini verim. Mən çox vaxt Bakıda oluram. Xaloğlum çox vaxt da Bakıda olsa arada burada olur. Deməli, evdə yaşayış var. Evdə Şamaxı rayonunda haçan olsuz, nömrələrini əlaqə saxlayıb. Çox rahat yerdədir, kəndin mərkəzindədir. Gedib evə baxa bilərsiniz. Kəndin mərkəzində olmayaraq həyəti çox böyükdür. Çox gözəl havası var burada. Təxminən 765 metr dəniz səviyyəsindən yuxarı yerləşir. Şamaxı rayonu Məlhəm kəndini onu dəqiqləşdirmək lazımdır. O daha da yuxarı olmalıdır. Çox gözəl təbiəti var. Meyvə ağacları var, şəraiti var, havası var. Təmiz suyu var. Hər bir şey var. Bu da çox gözəldir. Deməli, xaloğlumun nömrəsi 070 675 86 76. Deməli, bir daha nömrələri təkrar edirəm. 055 278 92 57. Və digər nömrə 070 675 86 76. Deməli, diqqətinizə görə çox sağ olun. Əlaqəni lüboy, hər hansı vaxt, istədiyiniz vaxt əlaqə saxlaya bilərsiniz. Dediyim kimi, burada torpaq çox bərəkətlidir. Nə əksəniz bitəcək. Məsələn, xırda belə məşğul olmaq olar. Bu giriş qapısıdır. Bu da evdir. Evdir gördüyünüz kimi normal şəraitdədir içi. Bu da toyuqlardır.